Yani bütün benim size dediklerim ilahi eşkine bağlıdır, sıravi eşkine bağlı değil. Bir gözele vurulduğun, bir kadına öyle değil. Kainata vurulursan, dünyanın cövherine vurulursan, əhvalatına yok mahiyetine vurulursan, qabığına yok tohumuna vurulursan, hadisesine yok hadisine vurulursan, bezəyinə yox özəyinə vurulursan və hava həmişə səni saxlayır. Mən laf qəmgin çıxım öydən, laf qanım qara çıxmışam. 3 addım getməmiş havam dəyişir. Çünki ağsaqqal, cavan, uşaq, böyük, hamı ayağını saxlayır, hamı yavaşlayır. Biri qucaqlayır, biri öpür, biri salam verir. Biri deyir zəlim, uşaqdır, zəlim xanam gəlir. Qoca kişidir. Demək, mən gələndə Almaniyadan tez-tez yanıma gəlib gələnlər gördüm, dedilər ki, baba, bir yaşlı kişi gəlir. Gəldi. Nəvəsidir, oğludur, bir də qardaşı oğlu. Gəldi, gördüm, çox qocadır. Amma çox belə tutarlı. Gövhərli. Hoş gəlibsiniz, səfa gətiribsiniz, öydə ələşəndə dedi, bir xahiş edirəm, oturasan. Oturdum, belə gördüm, fırlanır başıma. Tez dedim, dedi, yox, əyləmə mən. Sən dedi, o sədən ki, televizorda gəldi ki, yaxşıyam, səsin gəldi. Onda mən dedim ki, Zəlimxan gəlsin, 10 dəfə onun başına dolanacaq. Bu bərəkət haqqı gözümdən yaş axdı, tüylərim də ayağa qaldı. İndi bax, bütün bunlardan sonra yaddaşı nə ağzıdır ki, özünü fəda eləməsin bu millət üçün. Bax, mən Allaha şükür, hamısı artıq millətin gözünün qabağındadır. Müşfiq məndədir. Səməd Vurğun məndədir, Nəsimi məndədir, Ələskər məndədir, Sabir məndədir. Hasını birini sahib, Məmməd Ara, hamısı məndədir. Niyə? Çünki onların hamısı sağ olanı Zəlimxanın başına sığal çəkib, haqq evində olan ruhunla Zəlimxana yardımcı olub. Qorxma, sınma, qırılma, əyilmə, gəl, arxanda durmuşsun, üstündə haqqın əli var. Bunların da hamısı yaddaşı elir, sıyrılma, qırınc, fışkırını çala-çala gedirsən, vecina da döşün var ki, yox.